Sizə Hilal kurslarının keçirdiyi 4-cü mövzu sınaq imtahanının Azərbaycan dili fənninin 25 sualının izahını verəcəm. Birinci sual. Sual işarəsinin yerinə yazılmalıdır. Tələffüzü sol tərəfdə doğru olmalıdır. Sağ tərəfdəki sual işarəsinin yerinə isə tələffüzü yanlış olan sözü seçməliyik. A variantında dəstə sözü sol tərəfdəki sözün tələffüzü yanlış göstərilib dəstə olmalıydı. Qənaət sözünün də tələffüzü yanlış göstərilib. Cavabımız A deyil. B variantı hambal sözünün tələffüzü doğru verilib. Stadion sözünün tələffüzü də doğru verilib. Cavabımız B variantı da deyil. İxtiyar sözünün C variantında tələffüzü doğru verilib. Ağsaqqal sözünün isə tələffüzü yanlış verilmişdir. Çünki birinci tərəfdə q samiti k ilə əvəz olunmalıydı. Digər q samiti olduğu kimi qalmalıydı tələffüzdə. Cavabımız C variantıdır. Maliyyə sözü D variantında tələffüzü doğrudur. Şəffaf sözünün də tələffüzü doğru olduğu üçün cavabımız D variantı da deyil. E bəndində sənəd doğrudur. Səbət də doğrudur. Cavabımız E bəndi də deyil. İkinci sual. Eyni cinsli qoşa samitli sözlərin hansında qoşa kar samitlərin ikincisi cingiltili tələffüz olunur? Taqqıltı sözündə q samitlərdən birincisi k kimi tələffüz olunur. Cavabımız A bəndi deyil. Münəccim sözündə dəyişiklik baş vermir. Eyni cinsli samitlərin hər ikisi olduğu kimi tələffüz olunur. C bəndində şappıltı sözündə qoşa p-dan ikincisi tələffüz zamanı öz cingiltili qarşılığına keçir. Cavabımız C variantıdır. Çünki bizə qoşa kar samitlərin ikincisi cingiltili tələffüz olunur deyir. Cavabımız D bəndi deyil. Çünki qoşa f samitinin tələffüzü dəyişmir. E bəndində də qoşa q samitlərdən birincisi k kimi tələffüz olunduğu üçün cavabımız E bəndi də deyil. Üçüncü sual. Tərkibində açıq sait olmayan amonim sözdür. Gəlin əvvəlcə açıq saitləri yadımıza salaq. Açıq saitlər A, E, Ə, O və Ö saitləridir. Bizə deyir ki, tərkibində açıq sait olmayan. Çaxmaq sözündə hər iki sait açıqdır. A bəndi getdi. B bəndində açıq sait yoxdur. Lakin yüz sözü amonim sözdə deyil. Ona görə cavabımız B bəndi ola bilməz. Qayın sözündə açıq sait var. Ona görə cavab C bəndi də deyil. Qoyun sözündə də O saiti açıq olduğu üçün cavab D bəndi də deyil. Cavabımız B bəndidir, çünki burada hər iki sait qapalıdır. Üstəgəl buruq sözü amonim sözdür. Buruq sözü bir mənası burulmuş, sifət, ikinci mənası isə neft çıxartmaq üçün quyu mənasında isimdir. Cavab E bəndi. Dördüncü sual, fərqləndirilmiş sözlərdən birinin yazılışı səhvdir. Bayram süfrəsində yeni servis çox gözəl görsənirdi. Fərqləndirilmiş söz zervizdir və bu qab-qacaq dəsti mənasını ifadə etdiyi üçün doğru yazılmışdır. Qırmızı atlas don tezliklə satıldı. Burada fərqləndirilmiş söz atlas sözüdür və bu sözü səhv yazıblar. Atlas don mənasında, atlas burada parça mənasını ifadə edir. Ona görə də onun son samiti s yox, z olmalıydı. Bilirik ki, atlas xəritələr toplusu birinci hecəyə vurğu düşəndə, sonu da s ilə bitəndə bu xəritə deməkdir. Ona görə B bəndində atlas sözünü yanlış yazıblar. Sürücü yol polisinə sənəd təqdim etdi. Fərqləndirilmiş söz sənəddir və sənəd sözü doğru yazılıb. D samiti ilə bitən sənəd sözü şəxsiyyəti təsdiq edən vəsiqə mənasını ifadə edir. Bəzi uşaqlar qayğıdan məhrumdular. Burada da fərqləndirilmiş söz məhrumdur. Payı nəsibi olmayan deməkdir. Yazılışı doğrudur. Məğlub olan düşmən əsirləri geri qaytardı. Əsir sözü burada girov mənasında. Saxlanılan, düşmən tərəfindən tutulan əskər zabit deməkdir. Ona görə bu sözün də yazılışı doğrudur. Cavabımız B bəndi oldu. Beşinci sual. Hansı variantdakı sözlər sinonim deyil? Qonaqlıq sözü ilə ziyafət sözü sinonimdirlər. Xeyirli sözü ilə faydalı sözü də sinonimdir.
Qəşəng, yaraşıqlı sözləri də sinonimdir. Dost, düşmən sözləri isə sinonim deyil, antonimdir. Könül, ürək sözləri də sinonim olduğu üçün cavabımız D bəndidir. 6-cı sual. Verilən xüsusiyyətlərə uyğun gələn sözü müəyyən edin. Amonimdir, yalnız cingiltili samitlərdən ibarətdir. Gəlin ilk öncə yalnız cingiltili samitlərdən ibarət olan sözlərə baxaq. Göz sözü yalnız cingiltili samitlərdən ibarətdir, lakin göz sözü amonim deyil. Şam sözü yalnız cingiltili samitlərdən ibarət deyil, çünki şam sözü kar samitlə başlayır. Bundaq sözünün tələffüzü bundaqdır. Uşaqlar, unutmayaq ki, bizə kar və cingiltili samit, ümumiyyətlə sait və samitlərlə bağlı hər hansı bir xüsusiyyət dedikdə biz sözün nəyinə baxırdıq? Tələffüzünə. Bundaq sözünün tələffüzündə x, yəni kar samit olduğu üçün cavabımız C-də deyil. Zindan sözünün tələffüzü eyni qalır və bu söz yalnız cingiltili samitlərdən ibarətdir. Üstəgəl zindan sözü amonimdir. Zindan sözü həbsxana, isim və zindan dəmirçinin dəmiri döymək üçün istifadə etdiyi alət. Bu da nədir? İsimdir. Cavabımız D bəndidir. Saç sözünün sonu da kar samitlə və sözün əvvəlinki samiti də kar olduğu üçün cavabımız E bəndidə deyil. 7-ci sual. Nöqtələrin yerinə yazıla bilər. Oxşayır sözünün tərkibində sait səslərin hamısı. Əvvəla bu sözün tələffüzünü yazmalıyıq. Oxşayır sözünün tələffüzü ox, şu, yur formasındadır. Gəlin indi variantlara baxaq. A bəndi dodaqlanandır. Həqiqətən də bayaq qeyd etdiyimiz kimi sait və samitlərə aid olan hər şeyi biz sözün tələffüzünə baxırıq. Oxşuyur sözünün tələffüzündə bütün saitlər dodaqlanandır. Bu fikir doğrudur. Gəlin digər bəndlərində nəyə görə doğru cavab olmadığına baxaq. Yəni cavabımız A bəndidir. Qapalıdır. Bütün saitlər qapalı deyil. Çünki sözdə O açıq saitdir. U-ları isə qapalı saitlərdir. Yəni bu fikir yanlışdır. Dil önüdür. Dil önü bilirik ki, incə sait deməkdir. Oxşuyur sözündə ümumiyyətlə incə sait yoxdur. Gen sait, burada O saitidir. U-lar qapalı sait olduğu üçün cavabımız D-də deyil. Dodaqlanmayandır. Gördüyümüz kimi O, U hər ikisi dodaqlanan olduğu üçün cavabımız E bəndidə deyil. 8-ci sual. Yazılışı və tələffüzü fərqlənməyən qoşa samitli sözü müəyyən edin. Bilirik ki, yazılışı və tələffüzü fərqlənən eyni cinsi qoşa samitlərimiz k-k, t-t, p-p və q-q'dır. Və qoşa y samiti bəzən dəyişir, bəzən dəyişmir. Xəfiyyə sözündə qoşa y-nın tələffüzü dəyişmir. Ona görə cavabımız yazılışı və tələffüzü fərqlənməyən qoşa samitli söz elə xəfiyyə sözü olacaq. Digər variantlara da baxaq. Nəyə görə digər variantlar doğru cavab deyil? Təfəkkür sözündə 2 dənə k var. Gördüyünüz kimi ikinci k samiti öz cingiltili qarşılığına keçir. Çaqqal sözündə qoşa q'dan birincisi öz kar qarşılığına keçir. Toppuz sözündə 2 dənə p samitdən ikincisi öz cingiltili qarşılığına keçir. Ziddiyyət sözündə iyyət zid sözün kökü olub, iyyət burada şəkilçi olduğu üçün y samitlərindən birisi tələffüzdə düşür. Ona görə cavabımız E bəndi də deyil. Cavab A bəndi. 9-cu sual. Hansı sözdə nöqtələrin yerinə yazılacaq hərf digərlərindən fərqlənir? Gəlin ilk öncə sözləri hərflərlə tamamlayaq. Lampa sözü bilirik ki, M hərfinə yazılır. Qumbara M hərfinə yazılır. Simfoniyada M hərfinə yazılır. Tənbəl N samiti ilə yazılır. Peyğəmbər də M samiti ilə yazıldığını bildiyimiz üçün səhifə 11-də bütün bu sözlərin hamısı var. Cavabımız nədir? Bizim D bəndidir. 10-cu sual. Birləşmələrdən biri məcazi mənalıdır. Tapşırıq yazmaq həqiqi mənalıdır. Quzunun gözü həqiqidir. Kitab oxumaq həqiqidir. Yazmaq əlbəttə həqiqidir. Cavabımız A bəndi deyil. Quzunun gözü həqiqidir.
Kitab oxumaq həqiqi mənada işlənib. Donun ətəyi, paltarın ətəyi bilirik həqiqidir. Fikrə isə biz həqiqi mənada gedə bilmərik. Ona görə bu nədir? Məcazi mənada işlənib. Cavabımız E bəndi olacaq. 11-ci sual. Yanlış fikri müəyyən edin. A bəndi. Yad sözünün həm sinonimi, həm də antonimi var. Bəli, yad sözünün sinonimi özgə, qürbət deməkdir. Antonimi isə doğma deməkdir. A bəndindəki fikir doğrudur. Antonimlər eyni nitq hissəsinə aid olur. Bəli, həm sinonimlər, həm antonimlər keçmişdir ki, vacib şərtdir ki, eyni nitq hissəsinə aid olsunlar. Diş sözü həm amonim, həm çoxmənalı sözdür. Biz həm amonim, həm çoxmənalı sözləri əzbərləmişik. Həmin sözlərin arasında diş sözü yox idi. Deməli, cavabımız C-dir, çünki bu fikir yanlış fikirdir. Dimdik sözü amonim deyil. Bəli, bu söz amonim deyil, çünki bu sözün mənası vurğuya görə dəyişir. Amonimlərdə isə vurğu eyni heycada olmalıdır. Lövhə və yuva sözləri çox mənalıdır. Bəli, bu sözləri də biz çox mənalı isimlər arasında əzbərləmişik. Həm lövhə, həm yuva sözləri çox mənalıdır. Cavabımız E bəndi. 12-ci sual. Sözün birbaşa ifadə etdiyi məna onun heç düşünmədən deyə bilərik ki, hansı mənasıdır? Leksik mənasıdır. Həqiqi məna onun dominant, məcazi məna onun törəmə, qrammatik məna sözün hansı nitq hissəsinə aid olduğunu, amonim məna isə onun yazılışı eyni olub, fərqli leksik mənalar ifadə etdiyini bildirir. 12-ci sual, cavab D bəndi. 13-cü sual, uyğunsuzluğu müəyyən edin. Hündür və alçaq antonimdir, qorxaq və cəsur antonimdir, sülh müharibə antonimdir, eniş yoxuş antonimdir. Deməli, A, C, E və D bəndlərində uyğunluq gözlənilib, çünki bu sözlər əks mənalı sözlərdir. B bəndində isə dəcəl və nadinc sözləri yaxın mənalı, yəni sinonimlər olduğu üçün burada uyğunluq pozulmuşdur. Uyğunsuzluqda cavabımız olacaq B bəndi. 14-cü sual. Hansı sözdə sait səslərlə hecaların sayı eynidir? Gəlin bir də təkrar eləyək. Sait səslər dedikdə biz sözün tələffüzünə baxırıq. Heca dedikdə biz sözün yazılışına baxırıq. Elmli sözündə hecaların sayı 2-dir. 2 heca. Elmli sözündə saitlərin sayı isə 3-dür. Tələffüzdə 3 heca var, 3 sait var. Əli açıq sözünün yazılışına baxsaq, burada 4 heca var. Tələffüzdə isə 3 sait var. Deməli, cavabımız nə A bəndidir, nə də B bəndidir. C bəndi səadət sözündə 3 heca, 3 sait var. Tələffüzdə də səadət sözündə heç bir dəyişiklik baş vermədiyi üçün cavabımız səadət sözüdür. Burada 3 dənə sait var, həm də 3 heca var. Zülmkar sözündə 2 heca, 3 sait var. Çünki tələffüzdə burada da səs artımı hadisəsi baş verir. Təbii sözündə 3 heca, lakin burada da səs düşümü hadisəsi baş verdiyi üçün 2 heca olur. Cavabımız E-də deyil, D bəndi də deyil, cavab C bəndi. 15-ci sözlərdə, 15-ci sual, amonim sözlərdən birinin məna tayları eyni nitq hissəsinə aiddir. Qat sözü bilirik ki, isim və feil kimi işlənir. Qat, lay, təbəqə isim, qatmaq bir şeyi qarışdırmaq, bu oldu feil. Min sözü say, 999-dan sonra gələn rəqəm və bir şeyə əyləşmək, minmək mənasında feil olacaq. Buruq sözü sifət mənasında burulmuş və isim kimi neft buruğu, nefti çıxartmaq üçün olan quyu mənasını verir. Acı sözü dili ağzı yandırıcı sifət, acı sözü halına acımaq, feil, yazığı gəlmək. Bağ sözü həyat yana ərazi isim,
Bağ sözü, kəndir, ip, bağ, bu da isimdir. Bizə deyir ki, məna tayları eyni nitq hissəsinə aid olsun. Demək ki, cavabımız E bəndidir. Çünki bağ sözünün hər iki mənası eyni nitq hissəsidir. 16-cı sual. Sözlərdən biri həm amonim, həm çoxmənalılıq xüsusiyyətinə malik olur. Bu sözləri də əzbər bilirik. Kağız sözü yalnız çoxmənalıdır. Aydın sözü yalnız çoxmənalıdır. Yol sözü həm amonimdir, həm də çoxmənalıdır. Yol sözü amonim kimi gediş-gəliş üçün olan yer, isim, yol, tükləri qopartmaq, didmək, boldu feil. Çoxmənalı söz kimi dağ yolu, meşə yolu həqiqi mənada, həyat yolu məcazi mənada. Yəni yol sözü həm amonim, həm çoxmənalı söz oldu. Maşın sözü yalnız çoxmənalı, kitab sözü də yalnız çoxmənalı söz olduğu üçün biz doğru cavab seçmişik. 17-ci sual. Sxemə uyğun gələn sözü müəyyən edin. Amonimdir, sinonimi və antonimi var. Dil sözü amonimdir, lakin dil sözünün sinonimi və antonimi yoxdur. Dolu sözü amonimdir, dolu sözü boş olmayan, dolu sözü göydən yağan yağıntı mənasını ifadə edir. Sinonimi kök deməkdir, dolu həm də şişman kök deməkdir. Antonimi boş deməkdir. Ona görə cavabımız bizim B bəndidir. Xəsis sözü amonim deyil, divan sözü amonimdir. Divan şeir toplusu isim, divan mebel, əyləşdiyimiz mebel dəsti isim, divan məhkəmə, bu da isimdir. Lakin bu sözün sinonimi məhkəmə olsa da antonimi olmadığı üçün cavabımız D bəndi ola bilməz. Bal sözünün amonim məna tayları arılardan alınan ərzaq, bal, isim, imtamda topladığımız xal, isim, bal, rəqs gecəsi, bu da isimdir. Yəni, bu sözün də sinonimi və antonimi olmadığı üçün cavabımız E bəndidə deyil. 18-ci sual. Hansı sözdə nöqtələrin yerinə qalın və inci sait yazmaqla yeni söz yaratmaq olar? Gəlin ilk öncə sözləri bərpa edək. Xəyal sözünə ancaq ə artıra bilərik. Bu söz bir mənanı ifadə eləyəcək. Yəni, biz bura yalnız inci sait əlavə edə bilərik. B bəndində biz nöqtələrin yerinə həm şahid, yəni anı əlavə edə bilərik. Bu zaman bu qalın sait oldu. Həm də şəhid sözünü əlavə edə bilərik. Ə saitini yaza bilərik. Və bu zaman həmçinin yeni söz yaranmış olur. Yəni, bura qalın saitdə qoyanda incə saitdə əlavə etdikdə yeni sözlər yaratmaq mümkün olur. Cavabımız B bəndidir. Kompaniya sözünə də O da yaza bilərik, A da yaza bilərik. Lakin hər iki sait qalın olduğu üçün cavabımız C bəndi deyil. Mətin sözünə yalnız ə əlavə edə bilərik. Bu sözdə yalnız incə olduğu üçün cavabımız A bəndi də deyil. Servis sözünə isə ümumiyyətlə biz sait yox, samit artıra bilərik. Həm S, həm də Z samitlərini əlavə edə bilərik. Z qab-qacaq dəsti, servis isə xidmət sahəsi, xidmət deməkdir. Cavabımız B bəndidir 18-də. 19. Verilənlərdən biri kədərli sözünün sinonimidir. Kədərli sözünün sinonimi dərd ola bilməz, çünki dərd isimdir, kədərli sözü isə sifətdir. Hər nə qədər mənaları bir-birinə yaxın olsa da, sinonimi dərd ola bilməz. Nikbin sözü kədərli sözünün antonimi ola bilər. Çünki nikbin sevincli deməkdir. Ona görə cavabımız nikbin də deyil. Sakit sözü, nadinc və sakit sözləri antonimdir. Sakit sözü dinc sözü ilə sinonim ola bilər, amma kədərli sözü ilə sinonim deyil. Qəmli, qüssəli və kədərli. Əlbəttə cavab D bəndidir. Çünki qüssəli sözü kədərli sözü ilə eyni nitq hissəsidir, leksik mənaları da eynidir, yazılış və tələffüzləri fərqlidir. Qəm sözü də isim olduğu üçün kədərli sözü ilə sinonim ola bilməz. 20-ci sual. Hansı cütlük antonim deyil? 20-ci sual. Hansı cütlük antonim deyil? Tox, aç antonimdir. Ağla bəyaz isə nədir uşaqlar? Sinonimdir. Yəni bunlar antonim deyil. Simiclə
simic və səxavətli. Bəli, bunlar da nədir? Antonimdir. Uzaq yaxın antonimdir. Enişlə yoxuş da antonimdir. Deməli, cavabımız bizim B bəndidir. Çünki B bəndindəki sözlər antonim sözlər deyil. Keçək mətnimizə. 21-25-ci sualları biz mətn əsasında cavablayacağıq. Mollanın yaxın bir dostu var imiş. Onlar uşaqlıqdan bir yerdə olmuş, heç vaxt ayrılmamışdılar. Lakin bir vaxt çatır ki, onlar ayrılırlar. Ancaq hər zaman bir-birlərinə məktub yazırlar. Bir gün molla mədrəsədə oturub həmişəki kimi məktub yazırmış. Bir nəfər də onun yanında durub, o yazdıqca altdan-altdan yazdıqlarını oxuyurmuş. Molla axırda təngə gəlib məktubda yazır. Əziz dostum, sənə çox şeylər yazacaqdım. Ancaq bu saat yanımda ədəbsizin biri dayanıb, hər nə yazıramsa oxuyur. Kişi bunu da oxuyub hirslənir ki, bu nədir? Sənin nə haqqın var məni ədəbsiz adlandırırsan? Molla isə deyir, çünki başqasının məktubunu oxuyursan. Kişi deyir, mən nə zaman sənin məktubunu oxudum? Molla mübahisənin uzandığını görüb deyir, indi ki oxumursan, nə bildim mən sənin haqqında ora nə yazmışam? Belə bir maraqlı bir mətnimiz var. Gəlin suallarla tanış olaq. 21-ci sualda molla məktubda dostuna yazmaq istədiklərini tam yazmamasının səbəbi nə idi? Təbii ki, vaxtının az olması deyildi. Yazmaq istədiklərini unutması da deyildi. Yanındakı adamın isə yazdıqlarını oxuması buna səbəb idi ki, bunu məktubda da bildirmişdi. Dostunun onu anlamayacağını düşünməsi də yanlış variantdır. Dostunun inciməsi də düzgün deyil. Cavab C bəndidir. 22-ci sual. Mətndə qarşısında hansı işarə qoyulmuş ifadə məcazi mənada işlənmişdir? Gəlin mətndə işarə qoyulmuş sözlərə, cümlələrə baxaq. Birincisi, lakin bir vaxt çatır ki, əlbəttə elə məcazi bu olacaq. Çünki insan hər hansı bir yerə çata bilər. Vaxt isə mücərrəd bir məfhumdur. O heç yerə çata bilməz. Təbii ki, bu məcazi mənada işlənib. Lakin digər bəndlərə də baxaq. Bir nəfər onun yanında durub, dayanıb, bu həqiqidir. Yazdıqca altdan onun yazdıqlarını oxuyur. Yazdıqlarını oxumaq həqiqidir. Sənin məktubunu, kiminsə məktubu ola bilər, bu da həqiqidir. Demək ki, cavabımız 22-də A bəndidir. 23. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edək. Başının üstündə məktubu oxuyan adama əsəbləşir molla. Bəli, doğrudur, həqiqətən də molla adama əsəbləşir və məktubunu davam edə bilmir. Yaxın dostundan gələn məktubu oxuyurmu molla? Xeyr. Əksinə, molla özü oturub dostuna məktub yazırdı. Məktubu oxuyan adam mollanı uşaqlıqdan tanıyırmı? Əlbəttə, xeyr, belə bir məlumat mətndə yoxdur. Mollanın onu ədəbsiz adlandırmasına hirslənir. Bəli, həqiqətən də durub gizlincə altdan oxuyan adam bu ifadəyə əsəbləşir. Bizdən isə şərtdə nə istəyir uşaqlar? Doğru fikirləri. Doğru fikirləri isə hansılar oldu? 1 və 4. Cavabımız A bəndidir. 24-cü sual. Altından xətt çəkilmiş sözü hansı ifadə ilə əvəz edə bilmərik? Gəlin, baxaq mətndə altından xətt çəkilmiş söz hansı ifadədir? Kişi bunu da oxuyub hirslənir ki, bu nədir? Nə haqqın var? Düzdürmü? Gəlin baxaq. Hirslənmək sözünü təbii ki, biz qəzəblənmək sözü ilə əvəz edə bilərik. Hiddətlənirlə əvəz edə bilərik. Acığı tutur və əsəbləşirlə ifadə edə bilərik. Lakin qorxur sözü ilə əvəz edə bilmirik. Çünki qorxur başqa leksik mənanı ifadə edir. Çəkinir ola bilər, nədənsə əsəbləşməklə eyni mənanı ifadə etmir. 25-ci sual da son sualımızdır. Mətndə nədən söhbət getmir? Məktubun yazılmasından təbii ki, söhbət gedir. Dostluqdan söhbət gedir. Kişinin hirslənməsindən söhbət gedir. Mübahisədən təbii ki, söhbət gedir. Lakin məktubun dosta çatmasının haqqında bizə məlumat mətndə verilməmişdir. Cavabımız E bəndidir. Hamıya uğurlar.